Milli Hidrometeorologiya Xidməti mayın 30-da gözlənilən güclü küləklə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlıqda deyilir: Naxçıvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə bəzi yerlərdə 20 metrə qədər güclənəcək. Nazilli küləkli hava şəraitində əhalini ağacların altında, hündür binaların, reklam lövhələrinin altında dayanmamağa çağırır. Eləcə də belə hava şəraitində avtomobilləri hündür binaların altında park etməmək tövsiyə olunur. İndi isə sabahın havası ilə bağlı ətraflı. Mayın 30-da Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 18-21, gündüz 28-23 dərəcə isti, atmosfer təzyiqi isə 756 mm civə sütun olacaq. Naxçıvanda gündüz və axşam bəzi yerlərdə yağış yağacaq. Temperatur 23-25 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında sabah yağıntı gözlənilmir, lakin gecə və səhər bəzi dağlıq rayonlarda qısa müddətli intensiv yağış yağacaq, şimşək çaxacaq, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 16-20, gündüz 29-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.